Mən Tağıyev Elbir Germanoğlu, Xocavənd rayonunun Qaradağ kəndində. Özüm Xocavənd rayonunun Quzum kəndində işləyirəm. Özüm şəhid oğluyam. Quzum kənddə işləmişəm, alacağım var, alacağımı ala bilmirəm. Biz nə edək, nətər eləyək? Bu şikayətimizi kimə bildirək? Xahiş edirəm. Yuxarıda oturanlar bizim səsimizə səs verin, bizim pulumuzu alın deyin. Sizdən artıq dərəcədə xahiş edirəm. Neçə vaxt qardaş deyirlər ki, hələ bu gün səhər, ikinci gün, beşinci gün, ikinci gün, beşinci gün. Özümüz hər şey yaddan çıxarsa, bir də ikinci gündən beşinci günü bilirik. Vəssalam. Ortada da hesab yoxdur qardaş. Bəli, bəli. 5 manatımız var, gəlsinlər 5 manatımızı versinlər, çap gedək. 3 manatımız yoxumuz deyil, yenə də istəyir qardaş yoxumuz. Gəlsinlər otursunlar. Və 10 gün otursunlar. İndi 10 mən kim verəcək pulu? Qardaş, bu bəyaz inşaatın rəhbərliyidir. Ya burada yiyinti balacalardadır. Kimdənsə qardaş gəlsinlər çıxsınlar üzrə, bizim pulumuzu versinlər. Biz evdə bozfınlıq yetişdiririk, bala yetişdiririk, evlad yetişdiririk. Gəlmişəm pulumu qazanım, aparım balalarıma yiyəcəm. Halal zəhmətimlə, öz əllərimlə. Gətirin qardaş, ya bizim pulumuzu verin, ya belə bizim pulumuzu verin. Başqa xod yox. Hamımız pulumuzu istiyoruz, hakkımızı istiyoruz. Yağmur ayında, sonra işləyik qardaşım. Borcumuz, xərcimiz var, bu qədər yol gəlmiş. Xahiş edirik bizim işimizi Zəhmət açıyoruz, işimiz açılır. Bana da lazımdır göndəriləcək, hər yerə göndəriləcək qardaş. Mümkün yox, ha bundan oynası yox. Mən Əliyev Həsən Yarmanlı Füzuranın Böyük Bəhməni kəndində 2022-ci il sentyabrın 9-u terror təxribatının qarşısını alarkən yaralanmışam. Papalı gəlib beyin travması, kör qəlbə yaranma. Gəlib burada fəhli işləm gün 30 manata. Məni bax 3 aydır bu bəyaz inşaatından pulumu ala bilmirəm. Bax ancaq fırıram. Bax qalmışam burada. 81'de hamı. O dayananlar ki, hamısı. Bizim səsimizə səs verin.